dinləmək adı. Niyə dedin də? Dedim ki, bir dənə qızım var, get qızının dərdini çək. Yəni, get qızınla məşğul ol. Sən mənə bax... Deməli, bir-birimizə, bax, gördün? Bəli. Mən onu da qınıyıram ki, niyə sənə dedim? Onun qızının 16-17 yaşı var. Onun qızı bu günləri deyir ki, ay ana, mən bu nə məsələ deyir, bu nə baş verir burada? Bəli, mənim də uşaqlarım deyir. Sənin də uşaqların böyüdür. Mənim də uşaqlarım deyir. Siz obrazlardan fərqli olaraq, siz qanunla dünyaya uşaqlar gətirmişsiniz, sizin dərdiniz nədir? Niyə vurdun? Niyə bir-birimiz evlatlarımızla vurursunuz? Nə baş verir? Bir dənə söz deyə bilərəm. De. Bax, mən məhkəməyə verməyimin səbəbi bilsiz nədir? Nədir? Hamın deyilə bilər ki, elə Firuzəyə nəsə söz atacaqsansa, elə mən aparıb məhkəməyə verəcəm. Yox, o deyil. Mən sadəcə olaraq, onsuz da bizi xalq izləyir. Düzdür? Bu xalq izləyirsə, bizim çirkablar görməməlidirlər də. Bizdən əksinə, bizim mahnılarımı dinləməlidirlər, bizim işlərimizi görməlidirlər. Dururlar, bir-birlərinin ərlərinə söz atırlar, bir-birlərinin uşaqlarına söz atırlar. Mən ona görə verdim ki, məhkəməyə, bu söhbət tutarsın. Sənin üç oğlun, bir dəqiqə, sən Obrusların yerinə narahat olma. Yox, mən ona görə vermişəm məhkəməyə. Obrusların hər şeyi xoşuna gəlir, Obruslar reklam güdür, sən özüvə görə. Yox, mən ona görə vermişəm məhkəməyə. Sənin məndən bir tələbin oldu ki, bura gələndə, deyirəm, mən Mehribanla, Mehriban da məndən tələb edir. Mən barışmayacam. Biz bir-birimizdən dostluq olmayacaq, barışmayacaq. Heç vaxt, ömür bu. Mehriban, Firuzə də mənə söz verdi ki, kişi qızı kimi ki, mənim üç oğlumdan üzr istəyəcək. Mən də ondan yox, onun balasından üzr istəyəcəyəm və mən məhkəmədən ərzəmi dala götürəcəyəm. Sən o gün də xalqdan üzr istəmişdin. Başının sadaqası olsun. Çünki yox, qoy olsun, indi elə deməyi, vəkilin baxıb deyəcək, mənə sadaqa pul verir, elə deməsən də, vəkilin də qaytaracaq bu. Mehriban, mən sənin saf olduğu bir sənarda gördüm. Sən heç ayın 21-i, birinci ayına 21-i, ikinci ay bilmədiyimi görə və məhkəməyi dinləmək lazımdır. Məndən zəng soruşdu ki, məhkəməyi dinləmək lazımdır. Sən o da bu vaxtaca məhkəmə qaplarında olmayıb. Ona görə də, olar ki, bugün, sabah o qadın çıxır gedir rayona. Bugün, indi çıxıb gedir. Çıxır gedir rayona. Mən onu xahiş edim, gəl. Və ikisiniz də məhkəmələrə getməyin ki, vəkillər buradan da desin ki, rədd elə gələn o şeyi, yəni rədd elə. Ona lazımdır məhkəmə, nə mənə lazımdır. Amma uşaq, bax, insan bəzən, bilsən, nədəsə özünə, çünki o sənin başqa cürə, o demir ki, bax, o burada desə ki, Mehriban, məndən üzr istəsin, mən deyəcəyim, bu ucu təkir. Bu deyir, mənim uşaqlarım yeki oğlanlardır, üçü də oğlandır, deyir də, istəmirəm. Mehriban, cəmaatın ağzı torba deyil, bağlayım. Nə bilim, burada kimsə çəkib, sabah kimsə işdən çıxdı, yaydı, nə oldu, bunun qabağını biz almalıyıq, Mehriban. Almalıyıq, nə mənadır, ümumiyyətçi, sən, mən, almalıyıq bunun qabağında. Adı nədir uşaqlarımın? Tural, Toğrul, Barış. Tural, Qaqaş, Toğrul, Barış, mən əslində sizin əminiz yerindəyəm, dayınız yerindəyəm. Mən verişimdə bu olduğuna görə, mən heç birinizin anasından üzr istəmirəm. Sizlərdən üzr istəyirəm ona görə ki, mənim evladım olandan sonra başa düşdüm ki, mənə gələn söz evladıma gələndən sonra mən özümdən çıxıram. Bizim evladlarımızın günahı yoxdur ki, biz bu camianın içindəyik. Allah sizə sağ-salamat böyüyüb əskər getməyi, vətən qarşısında borcunuzu verib də gəlib əskərlikdən. Bugün sabah o gün olsun, Qaqaş, elçi gedərsən bir qapıya. Sabah mənim bacımın hərisidir. Sizin də başınıza gəlsin, sənin də balalarının başına gəlsin. Həyat çox qısa həyatdır. Mən bu söhbətlərdə o qədər həssas olmuşam. Milana yavaş-yavaş papa deyir, mənə hələ deyirəm, bu papa demir axı, bizdə çünki başqa söz istifadə olunmur da, ana söz deyilmir bizdə, bibi deyirlər. Mən, o deyən, ədə deyir, biri deyir, papa deyir, nə bilim, nə deyir. Və mən deyirəm, ay Allah, uşağın böyüyənəcə mən neyiniyim ki, mənim sosial şəbəkədə olan səhvlərimi sildirim, davalarımı sildirim, düz deyən deyirəm, o pis şeylərim var da, qoyurlar ki, sildirim, düz deyir, şükür Allah, lap pis şeylərim, amma səndə maşallah qızın, özün boyda qızın var. Bunun oğlu özü boydadır. Sabah deyəcək ki, ayana biz çıxmayaq cəmaat arasına. Nazirə Fatimə məhkəməyə verəndə mən Nazirəni qınamadım. Bilirsə niyə qınamadım? Dedim, Nazirə düz eləyir. Sonra bir oğlan deyir ki, onun rəqqasətlə Fatimədən gelib rəqqasə paltarı alıb oynayıb. Burada nə qan olar da burada da. Olmaz da qurban olun, siz müğənnilərsiniz də, ikisiniz də özdə. Bir var, bileyim ki, qanınızda var o belə yalandan bir-birinizlə danışıb reklam eləmək var da. Adam var, qoruyuram onu, amma gedir mənim dostuma deyir ki, Tolikətlə mənə qorumasın da, mən stref qalmaqal olsun. Şok oldum mən amma qoruyuram onu. İnsanlar var. Var, mən bilmirdim. Mehriban, sən də bugün mənə görə əziyyət çəkib bura gəlmişsən. O da mənə görə əziyyət çəkib bura gəlib. Heç birimiz bir-birimizdən dost olmayın. Heç bundan sonra Allah sizi heç mehriban da eləməsin. Amma uşaqlarımızdan üzr istəyin və bu söhbət qutarsın getsin. Yox, mən bir söz demək istəyirəm də. Söyləmişsən. Yox, düşmən olacaq deyəndə ki, deyəcəm belə də pis çıxacaq. Adam döyməmişik, adam öldürməmişik ki, düşmənçilik də edəyək.
Vallahi belə pis çıxmasın. Ham bir-biri ilə dalaşır da, qırır da, boğuşur da. Əsəb Ondan olmusan, sonra özünü yoldaş idarə edə olur. bilməmisən. Və insan bir-biri ilə barışır da. Kim olub ki, barışmayıb? Ben niye Neyin barışmak eksik istəmirsən? Səhər canlı atandan söz atırsan bura gələnəcən. Nə atmışam? Bayaqda sən girdin gördün mü Mehrimana atmışam sən baxıram. Allah? Gördün Firuzə. Sən Allah nə atmışam? Elə dedin ki gedirəm orada tanımadıklarım vardı. Yəni heç demədin ki gedir Eurotolik belə elə. Mən o baxırdım da bayaqdan da. Bildim, mən niyə onun adını çəkim axı? Axı ən azından bura ürək eləyib Orada görsən gəlmiş. çəkirlər, amma mən çəkmirəm də. O da mənim hörmətimdir ki, çəkmirəm. Deməli ürəyində kim Niyə var da çəkim Firuzəyə ki? qarşı da? Bir dənə mahnıya görə. çəkim ki? Üfürüm o mahnıya mən. Vallahi heç o mahnının Sizin Allah ruzunuzu o mahnılarsız versin. Şəbnəmlə Vəfa kimi bir mahnı üstü nəyə lazım? Mən bilmirəm o niyə o sözü dedi, niyə elədi, nə iş gördü. Vallahi heç o mahnının da bir dəxliyatı yox idi. Mehriban, tutaraq da bu söhbəti. Vallahi uzatmam lazım yox. Mən səndən demirəm ki, Firuzə edin ki, bağışla məni. Mən dedim, istəyirsən durum Yox, canlı demə. da açım deyim. O uşaqlara lazım deyil mənim o canlıyı. O uşaqlar baxır indi oturub orada. Uşaqlar qurban olum. 18-19 yaşı var. Allah hamd olsun, mənə Tolik, mən bir söz deyim sizə. Mənim o körpələrlə nə işim var? O balacanı mən tanıyıram da, görmüşəm. Böyükləri görməmişəm, yalan danışaram. Niyə? Balacanı görmüşəm. Əskər gəldisinə gəlməmsən uşağa. Gəlmişəm, amma görə bildiyim. Necə gün görmədin açılışda? Az görmədim, dedi vuru öldür. Bunlar görünce yaxın olublar ki, bir-birinin əskər Az görüşünü görmədim də, həmən vaxtı atan həmən vaxtı deyir, atıl deyir. Qulaq as, həmən vaxtı atan xəstə idi, üstünə skoru gəlmişdi. Mən də saat 11-də gəlmişdim. Heç səni mən qucaqlayıb öpə də bilmədim. Sən çünki atılıb başın Sən qarşı onu bilsin, deyilsən. mən orada sənin oğlunu necə görə bilərdim? Yəni uşaqlarım orada olub da hamı görür İndi ki, 15-də dəqiqə mən orada oturdumda görməmişəm. Görsəm deyərəm görmüşəm. Yəni mən əvvəl gündən Burada demişəm nə ki, var mənim ki? onunla heç bir problem Bəli. yoxdur. Mənim xeyir işimə gəlib. Çörək kəsmişik, əlavə elə oturmuşuq restoranda, biz çörək kəsmişik. Mehriban. Zaten mən şok yaşadım İlk ki, hattımı səndən biz ilk gözləyirəm və dəfə Firuzədən də gözləyirəm. Firuzə Firuzə gedəndə sənin qızın haqqında dedi. Sən amma birinci ona dedin. Bax Firuzə gedəndə Mən sənin qızın zaten bir haqqında axlam dedin. dedim, mən əgər onun körpələrinə qarşı nəsə bir səhv söz demişəmsə də, mən o körpələrin üzündən döpürəm, ondan sonra onlardan üzr istəmək nədir? Üzr istəmək alçaqlıq deyil, yüksəklik də əslində. Mən uşaqların hamısından da üzr istəyirəm, öz qızımdan da istəyirəm üzrü. Ki, bugünkü gün anası onu bu yerə qoyur. Çünki lazım deyil. Sənin qızına da bu lazım deyil. Sabah bu qapı Fatiməyə qapı deyildi o gün. Allah aşkına mənim uşağım göz qabağındadır, bunu hamı bilir. Körpə uşaqdırlar, onlar da körpədirlər, bu da körpədir. Kimin nə bilir ki, sabah başına nə gələcək, kimin qapısını kim döyəcək? Heç bilmək olmaz hər şeyi. Nə bilirsən kimin qohum olacaq? Bunu deyirsən, amma onda gələk deməməliydik. Əsəbi idi də Firuzə. Bax Ay, Firuzə, əsəb olanda o kimsə əsəbi kimsə olandı gəlir Firuzə. öpür. Sən də özünü cilovladın, mən dedim nə yaxşı. Sən də çıxanda onun qızına dedin. Dedin ki, qızımın dərdini çək. O yaxşı şeydir, onun qızına nə olub ki, dərdini çəksin. Bax, sən də kişidirlər də, iş olmasa üçü də. O sənin qızımın dərdi, o demədi ki, oğlanlarının dərdini çək ki, ana belə. Sən onun qızına dedin ki, onu desəydi ondan bilirəm. yaxşı idi. Qızımın adı nədir? Nuray. Nuraya Firuzə xalası nə deyir buradan? Denən ki, Allah sən xoşbəxt eləsin. Valla mən ümumiyyətlə fərqi yoxdur. İstəyir düşmanımın balası olsun, bala mənim üçün əzizdir. Çünki balanı böyütmə, mən 16 yaşında ailə qurmuşam. 16 yaşında cəmaat gəncliyini yaşayır. Mən gəncliyimi yaşamamışam, uşaq dünyaya gətirib. Əziyyət çəkmişəm, uşaq böyütmüşəm. Və mənim pulum olmadı, mən ayrıldım yoldaşımdan. Mən barmağımın üzüyünü 20 manat satıb, 10 gün uşağıma makaron yedizdirdim ki, ac qalmasın. Yəni, mənim çəkdiyim əziyyəti.